Əlavə dəyər yaradan bitkilərin artırılmasına nail olmağa çalışırıq. Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov Milli Məclisdə çıxış zamanı fermerlərin qazancının az olmasından danışıb. Noyabrın 13-də o deyib ki, kənd təsərrüfatı sahəsində alternativ iş imkanları yaradılmalıdır. Bunun üçün məhsuldarlığın artırılmalı olduğunu bildirib və meyvəçiliyi misal gətirib. Meyvəçiliyin artımında ciddi son 5 ildə biz 30 min hektardan 40 min hektara yaxın yeni meyvə bağlarının salınmasını görürük. Və əslində qalsa meyvə bağları həm iş yerləri nöqteyi nəzərdən, həm də gəlirlik nöqteyi nəzərdən fermerlər üçün daha yaxşı imkanlar saxlayır. Kənd təsərrüfatı üzrə mütəxəssis iqtisadçı Vahid Məhərrəmli isə deyir ki, nazir ərzaq təhlükəsizliyi baxımından vacib sahələrdə məhsuldarlığın necə artırılacağına aydınlıq gətirməyib. Nazir deyir ki, biz məhsuldarlığı artırmaq məsələsini düşünməliyik. 2 il 6 aydır nazirdir, hələ deyir ki, o məsələni düşünməliyik. Bu il xurma istehsalçılarının məhsulu əlində qalıb xarab olur. Xaricə göndərə bilmir, Rusiyada qiymət vermirlər və bizim istehsalçılara sərf etmir. Ona görə də məhsul qalıb xarab olur. Vahid Məhərrəmli onu da əlavə edir ki, nazir meyvə ixrac etmək haqqında deyil, əhalinin ərzaq məhsullarına olan tələbatını ödəmək haqqında düşünməlidir. Nə qədər bizə buğda lazımdır? Bizə buğda lazımdır, ərzaqlıq buğda 1 milyon 600, 1 milyon 700 min ton. Bizə taxıl lazımdır, yəni kökəltmədə istifadə etmək üçün 3 milyon ton. Yəni bunu düşünməlidir. Biz əgər istəyiriksə, sonra ot istehsalını artırmaq, yem istehsalını artırmaq, yaşıl yem istehsalını artırmaq və şirəli yem istehsalını artırmaq, senaj istehsalını artırmaq, silo istehsalını artırmaq, bu haqda danışmalıdır. Nə etməliyik? Onsuz da istehlakımız qədər biz meyvə istehsalı edə bilirik. İqtisadçı düşünür ki, Məcnun Məmmədov Milli Məclisdəki çıxışındakı fikirləri ilə kənd təsərrüfatındakı uğursuzluğun məsuliyyətini öz üzərindən atmağa çalışır. O gələndən sonra demək olar ki, kənd təsərrüfatı ciddi geriləyir. Bütün bu uğursuzluğu ört-basdır etmək üçün ortaya bir bəhanə var. Yəni bizim torpaq ərazilərimiz azdır, hər ildə 100 min ton, 100 min ton. Buğda istehsalımız azalır. Biz ərzaqlıq buğda istehsal edə bilməsək, ölkənin digər ölkədən asılı vəziyyətdə qoysaq, sonra ət istehsalını biz indi görürük ki, azalır, xaricdən daha çox gətirir, süd, yumurta, hansı ərzaq təhlükəsizliyindən biz danışa bilərik. Beləliklə, hökumətin açıqladığı planlarla sahə üzrə ekspertlərin ehtiyac yönümlü yanaşmalar arasında müəyyən ziddiyyət qalır.